bugün həm də öz ləyaqətimizi, öz şərəfimizi gözləməliyik. Baxın, bir dənə Əli Kərimlinin deyək ki, həbsinlə bağlı indi mən ayrı-ayrı təşkilatları, idarələri demirəm. İndi Azərbaycan Xalq Parlamenti də deyək ki, sonra Azərbaycan Milli Müqavimət Hərəkatı da yəni o barədə bir bəyanat qəbul edilər. Partiyalardan 50'ye yaxın partiya var. Baxın, onlardan bircə dənə Milli Müsavat Partiyası onunla bağlı deyəsən nəsə qəbul edib. Onu da mən efirdə eşitdim sözünü, o bəyanatın özünü görməmişəm, oxumamışam. Yəni o nöqteyi nəzərdən deyirəm. Baxın. Və partiya liderləri var bugün danışırlar efirdə, Rauf Arifoğlu'nun efirinə və yaxud başqa efirdə çıxıb çalışırlar ki, biraz da bunlar kömək eləsinlər ki, Əli Kərimlini və yaxud Gültəkin Hacbəyini güllələsinlər. Niyə? Aha, biz, bilmirəm, siz mənim efirimdə fikir vermişsiniz. Mən son vaxtlar bizim keçmişdən gələn səslər rubrikasında köhnə filmlərdən, yəni dəyərli işlərləri kəsif paylaşıram. Deyir, nə istəyirsiniz? Deyir, evin kişisini soruşarlar və yaxud da Qəmro deyir, biz Abbasqulu bəydən biz duz çörək kəsmişik. Biz gərək heç vaxt öz ləyaqətimizi itirməyək. Və yaxud da güllələnmə təxirə salır Fuad Polad rəhmətli, Fuad Poladovun oynadığı xan. Ki, orada şərəfsizdən məsəl bir kişinin arvadına satışın şərəfsizdən danışır. Yəni, mən bunları ona görə paylaşıram ki, biraz fikirləşin, biraz bir işi görəndə, məsələn, bir işi görəndə biraz fikirləşin, bəylər, xanımlar. Biz ən birinci, bizim adımız insandır. İnsan, insanın bəli, yəni insan təbii məsələdir. Yəni, heç bir insan fikrən, mənən, inanın təmizdir. Yəni, bəzən biz oturduğumuz yerdə, hətta deyək ki, o Mövludundur deyəsən. Mövlud Süleymanının bir əsəri var, qəbristanlıq səhnəsi var onda bir dənə. Yəni, ora girəndə hamı təmizləndiyi kimi insan öz başına qalanda bəzən ağlına elə çirkli fikirlər gəlir və yaxud da bəzən elə gözəl, elə ağıllı şeylər fikirləşirsən ki, amma bütün bunlardan bayam mən sadəcə bayaq Əvəz Zeynallının canlı efirinə baxırdım bundan əvvəl. Əvəz Zeynallının gözəl bir söz oldu, dedi, enində sonunda biz bu ölkədə elə gözəl dövlət quracaq ki, hamı həsəd aparacaq. Yəni, buna bizim haqqımız var. Və biz sadəcə olaraq bunu tezləşdirmək üçün, əziz qardaşlar, balaca bir yardım eləməliyik. Gərək yoxdur, 10 milyonu da ortaya çıxsın, inanın mənə. O 10 milyonun 10-15% yetər ki, bu ölkəni qaydaya salsın. Və sən nə qədər ki sən həmən özünü o 10-15% içində olan adamlardan biri hesab eləməyibsən, biz qələbə sala bilməyəcəyik, inanın mənə.